Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Rusiya Federasiyasının prezidenti Vladimir Putin, ölkə prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə yeni səlahiyyətli nümayəndəsini təyin edib. Müvafiq vəzifəyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqazda daxili qoşunlarının birgə qruplaşmasının komandanı Sergey Melikov təyin edilib. Xatırladırıq ki, əvvəllər bu vəzifəni Aleksandr Xlaponin tuturdu. Xlaponin artıq müvafiq dairədə prezidentin səlahiyyətli nümayəndəsi olmasa da, Rusiya Federasiyası hökuməti sədrinin müavini vəzifəsində işini davam etdirir. Bundan əlavə, ölkə prezidentinin fərmanı ilə Rusiya Federasiyasının Şimali Qafqaz dairəsinin işləri üzrə nazirliyi də təşkil edilib ki, ona da rəhbərlik son müddətədək Krasnoyarsk diyar qubernatoru postunda çalışmış Lev Kuznetsova həvalə olunub. Səhhəti məhdud uşaqlar üçün gündüz evində Uşaq Təbəssümü Bayramı sosial aksiyası keçiriləcək. Tədbirin təşkili təşəbbüsü Respublika Uşaq və Gənclər İctimai Birlikləri evinə məxsusdur. Burada yetim uşaqların, əlil uşaqların və məhdud imkanlı uşaq tərbiyə edən ailələrin rifahının yaxşılaşdırılması, sosial təcriddən qurtuluşda könüllülər resursundan istifadə və müvafiq sahədə mövcud problemlərin həllinə təsir ümdə tutulur. Aksiya gedişində təşkil olunacaq tədbirlər sosial əlaqələrin və kommunikativ vərdişlərin formalaşmasına və genişlənməsinə, eləcə də bu kateqoriyadan olanların ictimai həyata qoşulmalarına yönəldiləcək. Beləliklə, may ayının 15-də məhdud imkanlı uşaqların gündüz saxlanması evində uşaqlar könüllülərlə birgə sevimli quş, heyvan, nağıl, sevimli cizgi filmlərindən olan qəhrəmanların və sair şəkillərini çəkəcəklər. Dağıstan nümayəndəliyi Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. Bu dəfə Dağıstanlı qonaqlar Heydər Əliyev parkına baş çəkdikdən sonra görkəmli sərkərdə və dövlət xadimi Cavanşirin şərəfinə ucaldılmış abidənin açılış mərasimində iştirak edib. Sonra qonaqlar Xaçmazın mərkəzində müasir dövrümüzün dahi lideri Heydər Əliyevin abidəsi önünə tərçək dəstələri qoymuşlar. Onlar Əliyev mərkəzində ümummilli liderin həyatının müxtəlif mərhələlərini təsvir edən şəkillərə tamaşa etmiş, Heydər Əliyevin unsukul ustaları tərəfindən işlənmiş portretini Xaçmazlılara hədiyyə etmişlər. 1942-1948-ci illərdə Dağıstan Vilayət Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmış görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin xatirəsini əbədiləşdirən və Dərbəndlə Xaçmaz arasında dostluğun təzahürü olan büstün önündə tanınmış xadimin xatirəsini yad etmişlər. Qonaqlar Dağıstanın görkəmli ictimai-siyasi xadimi Səid Qurbanovun şərəfinə eyni adlı küçədə ucaldılmış abidə önünə də tərçək dəstələri qoymuş, Dağıstanla Azərbaycan arasında dostluq münasibətlərinə dəlalət edən Xalqlar Dostluğu Muzeyinə baş çəkmiş, Heydər Əliyev adına bədii qalereyanın açılışında iştirak etmişlər. Tədbirin sonunda Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Babayev, Dağıstanın Milli Siyasət Naziri Aleksey Həsənov, Dərbənd rayon müdiriyyətinin başçısı Qurban Qurbanov iki qonşu xalq arasında mehriban dostluq əlaqələri ətrafında söhbət açmışlar. Dağıstan və Azərbaycan xalqları həmişə bir-birinə dəstək olmuş, ən çətin dövrlərdə çiyin-çiyinə durmuşlar. Bu iki xalq arasında mövcud dostluq eləcə də Rusiya-Azərbaycan əlaqələrinin inkişafında vacib rola malikdir. Tədbirin sonunda qonaqlar uşaq bağçasının açılışı mərasimində də iştirak edib. Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycanda inkişaf və Azərbaycan-Dağıstan münasibətləri barədə. Azərbaycanda çox böyük inkişaf var. O inkişaf Azərbaycanda Xaçmaza da təsir edir. Hər bir Xaçmazlıya da təsir edir. Biz Dağıstanı həmişə özümüz bilmişik. Xaçmazın özündə 22 millət yaşayır. Bu 22 millət bir-birindən qardaş bazı kimi. Mən görməmişim ki, burada millət söhbəti olsun. Yox bir dəyişiklik, bilirsiniz. Dağıstanda bizim üçün eynidir. Burada yaşayan insanlar Dağıstanda da yaşayırlar. Burada olan insanların əksəriyyətinin Dağıstanda qohumları var, əqrabaları var. Bir-biriyle siyazın adamlar da bunlar, bilirsiniz. Dağıstan bize çox doğmalı.
Mahaçqala şəhər müdiriyyətində may bayramlarının tətbiqi yekunları və şəhər təsərrüfatının iş fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Tədbir şəhər meri vəzifəsini icra edən Məhəmməd Süleymanovun rəhbərliyi altında keçib. Şəhər başçısı Mahaçqalanın bütün xidmət sahələrinin qənaətbəxş işini qeyd etdi. Müvafiq məsələlər üzrə hesabatla çıxış edən müavinlər paytaxtda 300 sayda obyektin özü başına inşa olunduğunun aşkar edildiyi, şəhərdə kütləvi iməclik işlərinin təşkil olunub aparıldığını vurğuladılar. Pudratçı təşkilatlar qarşısında borcların ödənmə problemi də diqqət mərkəzində durdu. Məhəmməd Süleymanovun sözləri ilə paytaxt sakinlərinin köməyi olmadan burada hər hansı yeniliyə, müsbət nəticələrə nail olmaq qeyri-mümkündür. Müşavirə gedişində bu kimi məsələlərin müzakirəsinə həftədə 2 dəfə də olsa qayıtmaq qərarı alındı. Respublikanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən Dağıstan Respublikasının fermer təsərrüfatlarında yun qırxılına başlanılıb. Qoyunçular yaylaqlara köç prosesi baş alanadək bu sahəli işləri tam başa çatdırmağa can atırlar. Yaylaqlara cari il 1,5 milyon baş xırda buynuzlu malqara yola salınacaq. Yun satışı ilə bağlı problemi aradan götürmək məqsədi ilə Respublikada nəhəng yun emalı zavodu inşa etmək planlaşdırılır. Hələlik qoyunçular mövcud problemi Şimali Qafqaz regionunun digər fabriklərinin köməkliyi ilə həll etməyə çalışırlar. Rusiya Federasiyasının Lukoil şirkəti cari ilin sentyabrında Dağıstanda yeni neft yataqlarının geoloji kəşfiyyatına başlayacaq. Müvafiq məlumatla Lukoil Nijni Volsk Neft Açıq Səhmdar Cəmiyyətinin baş mühəndisi Aleksey Kazakov çıxış edib. Dağıstanda əsasən Xəzri və Titon yataqlarının kəşfiyyatını həyata keçirmək iqtidarındayıq. Sentyabr ayında Xəzri yatağında qazma işlərinə başlamağı planlaşdırırıq. Kazakovun sözləri ilə kəşfiyyat işləri təxminən 6 ay davam edəcək və əldə edilən nəticələr əsasında Titon yatağı üzrə qərar çıxarılacaq. Orta müddətli proqramda kəşfiyyat buruqlarının quraşdırılması, yataqların tədqiqi və abadlıq işləri, habelə bütün logistika məsələləri əks edilib. Xatırladaq ki, cari il mart ayının 27-sində Dağıstan rəhbəri Ramazan Abdulətipov Dağıstan Respublika Dövlət Neft Qaz Şirkəti Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalamışdı. Səhmdar Cəmiyyətin əsas fəaliyyət istiqamətləri Respublika ərazisində neft qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasili, habelə qaz, neft və neft məhsullarının satışı ilə bağlı olacaq. Qeyd edək ki, son 2 il gedişində Dağıstanda il ərzində 200 min ton neft və 300 milyon kubmetr qaz hasil edilib. Siz son xəbərləri dinlədiniz.